Hoş gördük hepinizi, əziz dostlar. İlk önce icazə verin, mən sizi Salyanın qədim tarixini, müasir tarixini bu gözəl binada hirs edən, qoruyan, təbliğ edən bir məkanda Salyanın ilk müstəqil Ana Günüm qəzetinin oxucularla ilk görüşündə salamlayır. Bu çox qürur verici bir andı mənim üçün. Ona görə mən bu sevinci sizinlə bölüşürəm. Qələbə qəzetinin işığından nur alan, güc alan Ana Günüm qəzeti bugün oxucularla ilk görüşə gəlir. Təbii ki, Salyanın mətbuat tarixi çox qədimdir. Biz bu mətbuat tarixini həmişə qürur duyuruq və onu demək istəyirəm, Salyanda mətbuat 21 fevral 1924-cü ildə ilk nömrəsi çıxıb və bu qəzet əsri adlayıb və 101 ilə qədər ömür yaşayır. Bu qəzet biraz ictimailəşsin, bu qəzet tanınsın və bu qəzetin məram və məqsədlərini biz oxucularımıza bildirək. Qəzetimizin ilk nömrəsi ötən ay işığımız görür. Qəzetin ilk nömrəsinin təqdimatı Salyan İcra Hakimiyyətində bələdiyyə sədrlərinin, ərazi nümayəndələrinin, şura üzvlərinin, idarə müəssisələrinin rəhbərinin iştirakı ilə ilk təqdimat, yəni qəzet barədə məlumat, ilk təqdimat keçirildi. Ölkəmizin bütün sahələrində islahatlar gedir. İqtisad sahədə, siyasi sahədə, hüquqi sahədə, o cümlədən biraz bu mənada mətbuat sahəsində də islahatlar bir neçə ildir davam edir. Media haqqında, medianın agentliyinin təsis olunması, media haqqında yeni qanunun verilməsi, bütün bu proseslərə, necə edim ki, istiqamət verən məsələlərdir. Cənab Prezident 2 il bu mənəbəl işlər anzamı ilə qəzet təsis edə bilən təşkilatların siyasi dərz olunanda rayon icra hakimiyyətlərinin fəaliyyəti orada nəzərə alınmıyor. Bu tarixi bir prosesdir və düzgün də belədir ki, qəzetlər bütün dünyada müstəqil olaraq fəaliyyət göstərir. Ancaq sizə xatırladım ki, 20 il rəhbərlik etdiyim Qələbə qəzeti öz fəaliyyəti dövründə 5 dəfə öz fəaliyyətini dayandırıb. Öz fəaliyyətini dayandırıb və müxtəlif adlarla. Əvvəl Qırmızı Krasnı Muxan, sonra Məhsul, sonra Sosializm yolu, sonra Sosializm yolu Qələbə, Günaydın və Hayat yenidən də Qələbə. Bu böyük bir tarixdir. Bugün Qələbə qəzeti öz nömrəsini ana günə verir. Arzu edilir ki, bu nəsillərin dəyişməsi prosesi çox, necə edim ki, anlaşılır, çox bir-birini qarşılıqlı hörmət və nüfuzla davam edəsin və kim ki qəzetə kömək edə bilər, əsirgəməsin, yəni bu qəzetin fəaliyyətində birbaşa yaxından iştirak etsin. Mən öz sözlərimlə bunları sizə ifadə elədim. Bir daha gəlişinizə özlərinin təşəkkür və minnətdarlığımı bildirim və icazə verin mən bu dəqiqələrdə Qələbə qəzetinin son nömrəsini Rəfiqə xanıma təqdim edeyim və fotodan da xahiş edeyim ki, bizi çəkəcəksin. Dostlar, bu Qələbə qəzetinin son nömrəsidir. Mənim üçün çox ağırdır. Çox ağırdır. Səhifədən imzalaşmaq, azal bizim eləmədik. Buyurun. Teşekkür ederim. Bu koruyun, saklayın. Böyle kanun burada istifadə olmadığından sizə bir tarih verməm deyim. Bilirsiniz ki, 2009-cu ildən 2021-2022-ci ildən mən rayonda müstəqil Ana Kür qəzetdə yəni redaktoru eləmişəm. Bu qəzetdə böyük məktəb oldu hamı üçün və onun da direktoru Leyla xanım oldu. Bugün mənim də əlimdə o qəzetin birinci nömrəsidir. Bugün mən Leyla xanımla xahiş edəcəm, o da müzəyə verirsin, yəni direktor olur. Buyur Leyla. Yəni bu günlər biz Qələbə qəzetində canlı insanlar görürük, fəaliyyət edən insanlar var ki, onlar Qələbə qəzetində tarix yazırlar. Və bu günləri biz Ana Könümün təqdimatı yaşamışıq. Mən belə hesab edirəm ki, Ana Könüm qəzeti Qələbə qəzetinin sələfidir. Yəni bu günləri hər bir, istər vəzifə olsun, istər müəyyən bir iş olsun, orada simalar var ki, onu həmin işi özlərinə xarakteriz etmiş olur. Üstə mənsiz, neçə ildir Qələbə qəzetinin işlərimiz baş tutsa qabaq, çox başarılı oldu. Bəli, Allah ölən özlərinin qalanları, Fərqana xanım olur, sonra Məhəmməd müəllim olur, sonra Hakim müəllim olur. Yəni, müxtəlif insanlar olur, axırda üstə gəlib çalır və düşürüzlə dünyanızda Qələbə qəzetini bu gündə gətirib çalır. Qələbə qəzeti bölgə qəzetidir. Cəhd edib, mən orada həmişə qoymuşam ki,
İçişler Müslümanı işleriyor. Gazetemizden çıkarıyor. Yakıtımızdan çıkarmalarını. Hiçbir kez neft çalanlarımız demeyecek. Gazete bu sırada kalan geçip salyanlarımız demeyecek. Bölge gazetini ölçe gazetine çevirmeliyiz. Bugün əslimiz internet əsri olsa da, qəzetin xüsusi yeri var. İstənilən bir dövrdə. Bəzən deyirlər ki, bu varsa, o xəttli telefonuna ehtiyac yoxdur. Mən bir riyaziyyatçı kimi deyirəm ki, nə qədər elektron variyadan geçsin də, ana xətt olan, məsələn, beynəlxalq səviyyədə, hərbi sahədə, başqa sahələrdə o xəttlə ötürülmə məsələləri yerində qalır. Onların da funksiyası başqadır. Təhlükəsizlik nöqteyi nəzərindən, ondan oturuşma nöqteyi nəzərindən, virusun mənəm daxil olub, pozuldu yox, amma qəzet heç vaxt pozulur, atılır. Bizlərin də boynuna yük düşür. Mətbuatın da, mətbuat maarifləndirmə işi aparmalıdır. Hamı çalışmalı ki, bu qəzet oxunaqlı olsun. Bu qəzetin ətrafında toplanmaqdan ötəri, bayaq Allah verdi, müəllimdə sadaladı, siz də dediniz. Ayrı-ayrı rubrikalar bunu cəlb edəcək. Mən inanıram ki, hansı bir rubrikanı müəyyən bir müddət üçün siz qəzetdə yerləşdirsiniz, xeyli müddət həmin məsələlərə qədər diskusiyalar gedəcək. Bugün bu ana külüm təzədən doğulur. Düzdür, bu varisdir. Bizim son Qələbə qəzetinin və indi təzə başlayıb ana külüm, əvvəla uğurlar arzulayıram. Sağ olun. Ayağı sağlı olsun, oxucusu bol olsun, sayılıb seçilən mətbu orqanı olsun. Mən Qələbə qəzetinin son illərdəki nömrələrinə baxdım gələndə, bura gəlməmişlər. Bircə dəfə də olsun tənqidi yazı yoxdur. Bəli. Niyə yoxdur? Ona görə ki, göz yumuruq. İllerdekinde yoxdur. Göz yumuruq. Bəli. İstəmirik pis ola. Bəli. Kiminləsə aramız dəyməsin, kiməsə görəsə biz bunu eləməyək. Bəli. Tənqid nədir? Tənqid hərəkətdə olan estetikadır. Belinskinin fikridir. Hərəkətdə olan estetika. Bir var tənqid, bir də var təhqir. Tənqid həmişə inkişafa səbəbdir. İnkişafa kömək edir tənqid. Və bizim problemlərimizin müəyyən hissəsi aradan qalır. Bu günləri Qələbə qəzetinin son nömrəsinin son çapını muzeyə təhvil edilməsi və yeni yaradılmış, bunda bu sahədə əmək olan hər bir şəxsə ana kül qəzetinin ilk nömrəsinin çapa hazırlanması və bu sahədə əmək olanların hər bir şəxsə minnətdarlığımızı bildiririk. Həqiqətən də məndən qabaq çıxış edən natiqlər dedilər. Bəzi məsələləri görürük, üzrən edirik. Hamımız deyirik ki, ictimaiyyət, amma insan fikirləşməlidir ki, ictimaiyyət deyəndə biri də onun, o ictimaiyyətin bir üzvü də özüdür. Bax, mən şəhər icra nümayəndəsi olaraq gedirik küçədə, görürük ki, qapısının ağzından zibili, üz istəyən ifadəni olur. Məişət turlansın, 20 metrə kənarda olan zibil qabına yox, o qapısının ağzına. Çağırırsan, qapıyı görürsən ya bir ağsaqqal çıxır, ya bir ağbirçək çıxır, deyirsən, ana, ata, bunu bura niyə atırsan? Deyir, gəlib aparacaqlar. Mən də istəyərdim Salyanımızın qəzetində bizim nailiyyətləri çox olan sahibkarlarımız var. Onların nailiyyətlərimiz olsun. Orta məktəbdə nailiyyətləri olan uşaqlarımız var, əlaçılarımız var, yüksək səviyyədə oxuyanlarımız var. İmkan cəhətdən zəif, onları da işıqlandıraq. Hətta üzr istəyirəm, satira janrına da rol verir. Çünki qabaqki qəzetlərdə kirpi qəzetini hamı alırdı. Mən bir Bakıda daim var idi, həmişə mənə deyərdi ki, Nüstov, Qələbə qəzeti Nüstov gələndə bir dənə bəhəsini al gətirir. Demək, o ətrafa çıxmaq barədə. Bəli, istəyərdim qəzetimizə satira da olsun, tərif də olsun, amma reallıq olsa daha yaxşı olar, hər şeyin reallıdır. Biz də bələdiyyə olaraq üzərimizə düşən Qələbə qəzetinə qarşı, nə qarşı inisiya çıxan çətinlik olsa biz hazırlıq qarşılamağa, maliyyələşməsinə də kömək edəcəyik. Bu mətbuatın bugün burada, mətbuat haqqında deyilən diskusiya doğrudan çox tədbirə layiqdir, çox güzel hal ki, burada bizim çok ziyalarımız oturur, aksakallarımız oturur. Yani bizim her birimiz bu qəzeti təbliğ eləməliyik ki, yani ana kül qəzeti veya Zabit Bey çok güzel qeyd edəcək. Adı da ana kül olmaqla beraber, yani bu qəzeti
hər zaman təbliğ edir. Və mən çox sevirəm bugünkü bu qəzetin, Danaköy qəzetini bugün hamımız, yəni dildə yox, əməldə. Elə burada olanların hər birisi bir nüvsə yazılsa, elə bu qəzetə böyük gələcək. Mən qəzeti oğulları arzu edirəm. İnşallah davamlı olsun. Necə Qələbə qəzeti 100 illik idi, ana külümdə 100 il, 200 il tarixi olsun. Sizi salamlayıram. Rüstəm, mən ilk növbədə sizi təbrik edirəm. Xeyirli uğurlu olsun. Qəzetin 2 nüsxəsi çap olunub, hər ikisini də oxumuşam. Doğrudan da çox maraqlı məqalələr dərc olunub. Və qəzetdə xüsusi olan diqqətimizə çatdırmaq istəyirəm. Mədəniyyətə aid xüsusi bir səhifə qeyd olunub. Orada yalnız mədəniyyət xəbərləri, mədəniyyətlə bağlı məqalələr dərc olunur. Və buna görə sizə təşəkkürümü bildirirəm. Arzu edirik ki, uzun ömürlü olsun, o gün olsun inşallah. Qələbə qəzeti kimi 100 illiyi qeyd edək inşallah. Və biz hər birimiz vətəndaş olaraq borcumuzdur, müsəlyanlı olaraq borcumuzdur ki, təbliğ edək və qəzetə dəstək olaq. Buna görə biz mədəniyyət olaraq hər zaman sizin yanınızdayıq, əlimizdən gələn dəstək sizə göstərilir. Elə bilirəm ki, təkcə bu auditoriyada deyil, qəzet bir başqa müəssisəyə, bir başqa təşkilata gedərsə, orada sahib müəllimin də fikri öz əksini tapar. Orada Abbas müəllimin də fikrin öz əksini tapar. Şamxal müəllimin də, Allahverdi müəllimin də, Vaqif müəllimin də. Yəni, bu analitik informasiyadan qaçmayaq ki, bizim nəyə gücümüz çatır, nəyə gücümüz çatır. Jurnalistlərə qızıl axtaranlar deyirlər. Elə bilirəm ki, 100 illik axtardığımız, tapdığımız o xəzinə muzeyimizdə qorunur. Bizim adımızla qorunur. Səhər bizi də arayıb axtaracaqlar. Yəni, qəzet nədir? Qəzet arxivlik baxımından çox gözəl bir vasitədir. Səllamədir. Bəli. İnternetimiz də kəsilə bilər, işığımız da kəsilə bilər. Amma o bizim əlimizdə sənəd olaraq qalır. Mən hər birinizə minnətdaram. Qəzeti yaşatdığımıza görə, qələbəni yaşatdığımıza görə hər kəsin bir payı var. Və ana kürümə başlanğıc verdik, dəstək verdik. Elə bilirəm ki, əlimizdən gələn hər şeyi burada eləyə biləcək. Təşəkkür edirəm. Sağ olasınız. Qeyd olunduğu kimi bugün o tarixi hadisə baş verdi və mənim də son illər xüsusilə izlədiyim Qələbə qəzeti, belə deyək, tarixin arxivinə qoymuşdu. Və yeni bir Salyan üçün, bəlkə də bölgə, bir region üçün yeni bir mətbu orqan bugün doğuldu, yarandı. Əvvəlcədən mən belə deyək, təbriklərimi bildirirəm, sizə uğurlar arzulayıram bu sahədə və mən ümid edirəm, əminəm ki, siz Salyanda olan bu mətbu orqan vasitəsilə rayonun həm sosial, ictimai, mədəni həyatının işıqlandırılmasında xüsusi rol oynayacaqsınız. Necə ki, Qələbə qəzetini uğurla finişə çatdırdınız və bu qəzeti də, Ana Külüm qəzetini də xüsusilə biz yeni bir formatda gətirəcəyik. O deyirsə, bizim əməkdaşlığımız doğrudan da Qələbə qəzeti ilə bağlı olub. Əlimizdən gələn kömək edəmişik. Çox sağ olun, siz də bizim peşə təsirini hər zaman təbliğ eləmişsiniz, tədbirlərimizi işıqlandırmışsınız. Və bundan sonra da Ana Külüm qəzeti ilə yeni əməkdaşlıq olacaq. Və gördüm yenə ilk nömrəsində də bizim lisey haqqında da məlumatlar. Təşəkkür edirəm. Biz, yenə deyirəm, gəncləri deyə bilmərəm, çox gəncləri, orta nəsil, yaşlı nəsil, nə qədər başımız bu rəqəmsal mediada qarışsa da, saytlarda, telefonlarda aparsaq da, bizə ən çox bu qəzetləri əlimiz alıb oxumaqla daha çox bizi rahatlaşırıq. Ona görə bir daha sizin kollektivinizə sizə təşəkkür edirəm, uğurlar var. İlk olaraq gələn qonaqlarımızı təbliğin sonu da olsa salamlayıram və çox qürur verici bir haldır ki, bu günləri muzeyimizin qonağı olmuşsunuz
Və muzeyimiz üçün tarixi bir gün yaşanır. Bildiyiniz kimi, qeyd olunduğu kimi Qələbə qəzetinin ilk nömrəsi bizim muzeyimizdə qorunub, saxlanılır və fəaliyyəti dövründə olan diplomlar, fəxri fərmanlar, telegramlar və digər sənədlər muzeyimizdə qorunub, saxlanılır və dünənləri 30 ildən bu yana, 60 illik sənədləri bizdə qorunub, saxlanırdı. 30 ildən bu yana, bugünə qədər olan sənədlər dünənləri mənim tərəfindən muzeyimizə təqdim olundu və bu günləri də Qələbə qəzetinin sonuncu nömrəsi, Anagül qəzetinin birinci nömrəsi muzeyimizin fonduna daxil oldu və bu mənim və mənim kollektivim üçün çox qürur verici bir haldır və nə xoş bizə ki, bu tarixi ana, sizi kimi ziyalılar, sizi kimi dəyərli insanlar şahid oldunuz və mən də rəhbər olaraq öz adımdan, kollektivimiz adından Rüstəm müəllim sizə və buradakı ziyalılara söz veririk ki, nə qədər birinci nüsxəni qoruyub saxlamışıq və bundan sonra saxlanacaqsa da və sonuncu nömrəsi də elə qorunub saxlanacaq və özəl günlərdə, mətbuat günlərində, Qələbə qəzetinin anım günlərində sərgilərdə təqdim olunacaq. Təşəkkür edirəm. Qələbə qəzetinin son nömrəsi və Anagülün ilk nömrəsi. Təbrik edirəm bu münasibətlə. Rəfiqə xanım, sizi də ki, o son nömrəni bir saxlanıcı yeri olaraq bura muzeyə verildi. Çox sağ olun, burada iştirak edənlərin də hər birinə təşəkkür edirəm. Buradakı insanlar Salyanın təəssübünü çəkən insanlardır. Onların da başında Rüstəm müəllim siz gəlirsiniz. Qələbə qəzetində illərdir, belə deyək də, o çox az bir sərmayə ilə saxlamışsınız. Amma dediniz ki, təhsil hal-hazırda, belə deyək də, sponsorluq eləmir. Düşünürəm ki, bundan ötürü qəzetin materialları rəngarəng olmalıdır. Müəllimin, belə deyək də, problemlərini, bəli, müəllimin bu günləri tutaq ki, hər hansısa bir yerdə tədbir keçirilib, onun şəkli verildi, belə deyək də, mövzu yazıldı. Bu belə olmamalıdır. Müəllimi maraqlandıran əgər orada mövzu olarsa, elə bilirəm ki, onda daha çox, belə deyək, maraq yaranar və oxucu cəlb eləyər. Gəlin, Sovet məfkurəsindən yavaş-yavaş uzaqlaşaq. Biz burada əyləşənlərin əksəriyyəti yaşlı adamlardır. Amma cavanların fikrini soruşmaq daha yaxşı olardı. Ona görə ki, qəzet o üçün də öyrək, zibil belə gəldi, işıq yanmadı, bank belə gəldi, filan yer belə getdi. Bu başqa-başqa fikirlərdir. Əgər tutaq ki, mənim işığım yanmırsa, bu üçün işıq idarəsi var. Türkon qəzeti, rus demişlər. Əgər mənim zibillidirsə, bu üçün zibil idarəsi var, məşğul olan, zibillə. Yavaş-yavaş bu məfkurədən uzaqlaşmalıyıq. Qəzet özü-özünü saxlamalıdır. Əziz tədbir iştirakçıları, tədbir yekunləşir. İcazə verilmə müəllim komisarında rayon rəhbərliyimizi, ictimaiyyətimizi yanılır ki, Anagülün qəzetini yazılır, Salyanda mətbuat mənələri burada davam etdirəcək, dövlət başarılarımız öz fayda verəcək, cəmaat arasında maariflərimizi sınayı fəaliyyətini davam etdirəcək. Çox sağ olun. Sağ olun.